05-2025-ci il usta yox, müştəri məsuliyyətsizliyi və mühərrikin dağılmasına gəlib çıxıb, yağın vaxtından keçdiyinə görə qardaş maşını dağıdıb, motor ustukdur. Yaxınlaşıb servisimizə hal-hazırda bu maşının göstərdim ki, sizə mühərrikini çıxartmışıq, mühərrikin yığılması həyata keçiriləcək. Bir azca sizə kiçik bir məlumat vermək istəyirəm maşın haqqında. Termostat pompu ilə bir yerdədir. Raspidval datiki, tranik, maxavik, vijinnoy hamısı bir yerdə komplekt. Çox maraqlıdır ki, bunun bax, manus datiki, yəni salinet datik deyək, gətirib pompanın altına qoyurlar. Yağın təzyiq datiki, bu da katalizatorun datikləri, birinci və ikinci sensorlar. Belə bir qlobal bir şey yoxdur. Burada da manusun datik olur. Bu da bunun sürətlər qutusu, korobkası. Yəni, usta səhvi motorun dağılmasına gəlib çıxıb. Probegi də çox azdır, demirəm probeginə qədərdir. Yəni, bu maşınların, qardaş, deyərəm ki, yəni, problemli maşınlar deyil. Alıb sürməyə vallah dəyir, 0 kilometr. Sadəcə olaraq düzgün qulluq etmək lazımdır. Bu da bunun katalizatorudur. Baxın. Düzgün yağ seçimini edin, garanti verilən yerdə rəsmi servislərində xidmət göstərin. Bizim kimi garanti verin. Yoxsa bilinməyən yerlərə gedib, sonra da bu vəziyyətdə qalmayasınız. Və servisimizdə olan maşınları, çanqanları sizə göstərirəm. Rulovoy problemi, yağ dəyişmə, injektor sistemi, kitapça sinə prokladka, Fordda da qızdırmadır. Bax, görürsünüz, motor problemidir bunda da. Yəni, olanda hamısında olur. Soldakı maşınlarımızda da mühərriklərin yığılmasıdır. Bu maşınlardır. Trax motordur, Hyundai motordur. Bu qədər.